Hətta bir də nüansı da deyim, hansı ki qeyd eləmədim. Sanki onurğamda çox yüngüllük hiss edirəm, belə yüngül Enerji hiss sanki edirsiniz. sanki hə enerji Enerjidir, bəli, enerjidir. O enerjidir. Enerjidir, Onurğa hə. sütunundan enerjini hiss olunur. Ona görə də mütləq şəkildə dediyim kimi onurğa düz oturmalısınız ki, düzgün şəkildə ki, onu onurğa sütununda hiss eləyə biləsiniz. Bir dənə də məsələ var. Baxın, hardasa bir məndə bir 2-3 ildir də demək olar ki, artıq yoga ilə məşğul olam da. Məndən yaşlı olan insanlar da və yaxud da məndən daha bir 30, 33, 34 yaşda olan insanlar o bədəndə ağrıların nə olduğunu bilir də, yəni. İstər-istəməz müəyyən bir yaşda olduqca o bədəndə başlayır ağrılar getməyə. Hətta mənim belimdə o ağrılar mənim yadımdadır. Yəni bütün gün yerdə qalırdım, özümü hard-hort nə qədər xırtladırdım ki, özümə gəlim. Təsəvvür edin ki, o vaxtdan o yoqanı eləyəndə məndə o getmişdi, ağrılar. Sonradan müəyyən bir şeylər vardı. Bu nəfəslər də mənə dəhşət kömək elədi. O ağrı demək olar ki, bu Ağrı tamamilə gedir. ümumiyyətlə hiss eləmirəm. Hə, ağrı tam yoxdur. Ümumiyyətlə hiss eləmirəm və özümü çox yüngül hiss edirəm. Baxmayaraq ki, belə yüngül çəkili deyiləm, çox yüngül hiss özümü. Belə. Deməli, insanlar hətta məşğul olsalar, deməli onlara bu cürə təsir eləyə bilər də bu. Məsələn, bax, deyirsiniz ki, belimizdə ağrı var idi Var və idi, yaxud da boyunda ağrı var və yaxud kürəkdə ağrı var. Bu ağrılar hamısı hisslərdən gələn ağrılardır. Məsələn, belimizdə olan ağrılar qorxulardan yaranan ağrılardır. Aha. Kürəkdə olan ağrılar bədənə düşən yükdən elə bir ki, qaynaqlanır. Yəni ki, daşıya bilməyəcəyimiz yükün ağrılarıdır. Boynumuzdakı ağrılar, boğaz nədir? İfadə mərkəzidir. Deyə bilmədiyimiz sözlər. Özümüzü ifadə edə bilmirik, sözümüzü deyə bilmirik, nəfəsimizi boğuruq, özümüzdə saxlayırıq və ona görə də boyun hissədə sıxılmalar başlayır və nəfəsdə sıxılmalar başlayır. Həmin deməli proses boyuna təsir nəticəsində endokrin sistemdə problem yaranır və boyun bölgəsində problem yaranır. Protuziyalar, qrijalar və yaxud kürəkdə olsun və yaxud bel bölgəsində olsun.